Qoçağımız sel olmağına baxmayaraq hamı qorxub, yağış leysan getsə də Nihatımız dərsə gəlib, əhsən oxuyuruq. Gəl la səsindən oxuyaq böyük kiçik səsləri, hə Nihat? Böyük üç səslimizin ümumiyyətlə quruluşu necədir? Hansı intervallarda? Tersiya üstə gəl. Əhsən, tersiya üstə gəl, tersiya. Bəs üç səslinin neçə dönməsi var? 2. Hansılardır? Birinci dönməsi. Necə işarə olunur, yadına sal? 6. 6 rəqəmi hansı interval idi? 6 hansı intervaldır? Sadə intervalları sayaq. Prima, sekunda, tersiya, kvarta, quinta, sexta. Ay sağ ol, sexta 6 idi, düzdür. Sexta sonra nə gəlirdi? Septima. Septima və əhsən. 6 nə idi? Sexta, düzdür. Kənar səsləri sexta intervalı əmələ gətirdiyinə görə nə adlanırdı? Sexta akkord adlanırdı. Quruluşu nədən ibarətdir? Sexta akkordumuzun. Məsələn, do'dan bir səsi ötürə-ötürə 3 səsli quraq. Do. Do 6 pillə. Yox, do'dan 3 səsli quraq. Əvvəlcə 3 səsli quraq. Do, re-ni ötürürük. Mi, sol. Mi, sol, əhsən. İndi do'nu ataq axıra. Nə olacaq? Mi, sol, do. Əhsən, mi, sol, do. İndi mi'dən do'ya qədər sayaq neçə pillədir? 1, 2, 3, 4, 5, 6. Demək, 3 səslinin neçə dönməsi oldu? Yox, 3 səslinin neçə dönməsi? 2, əhsən. Birinci dönməsi nə adlanır? Kənar səsləri nə əmələ gətirdi? Kənar səsləri 6 pillə. Hansı interval idi? sexta. Ay, sağ ol. Sexta əmələ gətirdiyinə görə bu akkordun bütün üç səslərin birinci dönməsi nə adlanır? Sexta akkord. Əhsən, sexta akkord. Sexta sözünə akkord sözünü də birləşdiririk. Çünki 3 dənə səsi var, düzdür? Do, mi, sol idi. Do'nu atırıq axıra. Nə qalır? Mi, solu saxlayırıq olduğu kimi. Bax, birinci səsi elə bil ki, görmürük. Nə görürük? Mi, solu görürük, düzdür? O birinci do'nu atırıq axıra, olur axırda. Bir oktava yuxarı keçir. Alınır nə? Mi, sol, do. Mi'dən də do'ya nədir? Kənar səsləri sextadır. Ona görə üç səslərin birinci dönməsi adlanır nə? Sexta akkord. Əhsən. Quruluşu bəs nədir? Üç səsli sexta akkordumuzun. Əhsən. Ters üstə gəl. Kvarta, afərin. Mi'dən solə bax. Mi, fa, sol neçə pillədir? 3 pillə. Solə, si, do isə 4 pillə. Quruluşu belə yaranır. Öz-özünə belə əmələ gəlir, düzdür? Birinci səs keçir axıra. Mi, sol, do oldu sexta akkordumuz, düzdürmü? Üç səslinin birinci dönməsi sexta akkord. Quruluşu da tersiya üstə gəl, tersiya. Üç səslinin quruluşu nə idi? Üç səslinin quruluşu tersiya üstə gəl, tersiya, düzdür? Amma sexta akkordun quruluşu bayaq desən tersiya, dilimdən səhv getdi. Sexta akkordun quruluşu nədir? 3 pillə, yəni tersiya üstə gəl, 4 pillə, yəni kvart. Əhsən. İndi bu birinci dönmə idi, düzdürmü? Mi, sol, do. İndi mi'ni də ataq axıra. Mi, sol, do, mi. Əhsən. Mi'ni çıxardanda, mi, sol, do'dan mi'ni çıxardanda nə qalır? Sol, do. Ay, sal. Mi'ni də axırda deyirik, atırıq bir oktava yuxarıya. Oldu nə? Sol, do, mi. Sol, si, do neçə pillədir? 4 pillə. Demək ki, kənar səsləri nə əmələ gətirir? Mi, fa, sol, si, do, re, mi. Neçə pillə oldu? 1, 2, 3, 4, 5, 6. 6 pillə. Kənar səsləri 6 pillə. Yenə nə adlanır 6 pillə? Sexta. Sexta. Əvvəli isə nədir? Neçə pillədir? Sol, si, do, 1, 2, 3, 4. 4 pilləli intervalımızın adı nədir? Kvarta. Əhsən, kvarta və kənar səslərdə sexta. Demək, ikinci dönməmiz nə adlanır? Kvart, sext, akkord. Demək, bütün üç səslərin ikinci dönməsi nə adlanacaq? Kvart, sext, akkord. Ay, sağ ol. Demək, bir də soruşuram, üç səslinin quruluşu necə olur? Tersiya üstə gəl, tersiya. Əhsən, tersiya üstə gəl, tersiya. Sexta akkordun quruluşu nə olur? Tersiya üstə gəl, kvarta. Afərin. Demək, üç səslinin neçə dönməsi var? 2. Hansılardır birinci dönməsi? Tersiya üstə gəl. Yox, birinci dönməsi adı nədir? Kənar səsləri nə əmələ gətirmişdi? 3. 6 pillə. 6 pillə. Demək,
Birinci dönməsi nə adlanır? Septakord. Sextakord. Sextakord. Septakord başqa akkorddur, 4 səslidir o. Bu 3 səslidir. Sextakord, düzdür? Sexta intervalı. Bütün 3 səslərin birinci dönməsi adlanır nə? Sextakord. İkinci dönmələri adlanır kvart sextakord. Ay, sağ ol, kvart sextakord. Bəs 3 səslinin neçə növü var? 4. Əhsən, hansılardır? Böyük, 3 səsli, kiçik, səsli, artırılmış bir də əksili. əhsən, artırılmış 3 səsli, əskildilmiş 3 səsli. İndi böyük 3 səslinin quruluşu nədir? Böyük Tersiya, üstəgəl, kiçik tersiya. əhsən. Kiçik səslinin quruluşu? Kiçik Tersiya, üstəgəl, böyük tersiya. Artırılmışda böyük tersiya. 2 dənə böyük tersiya, Əskilmişdə isə kiçik tersiya üstəgəl kiçik. 2 dənə kiçik tersiya, əhsən. Bəs böyük kvart sextakordumuzun quruluşu nədir? Əvvəli nə gəlir? Kvart sextakord deyiriksə. Əvvəli nə gəlir? Xal. Aha, düzdür, xalis kvarta, ürəkli ol. Üstəgəl böyük tersiya. Əhsən, böyük kvart sextakordun quruluşu xalis kvart üstəgəl böyük tersiya. Bəs kiçik kvart sextakordun quruluşu? Xalis kvarta üstəgəl kiçik tersiya. Kiçik tersiya, əhsən. Xalis kvart üstəgəl kiçik tersiya. Bəs böyük sextakordumuzun quruluşu necədir? Kiçik tersiya üstəgəl xalis kvarta. Aha, bəs kiçik sextakordumuzun quruluşu? Böyük tersiya üstəgəl kiçik Xalis kvarta, əhsən. İndi gəl oxuyaq lə səsindən bunları. Oxuyaqmı? Oxuyaq. Lədən qururuq major 3 səslisi, yəni böyük 3 səsli. Böyük 3 səslinin quruluşu nədir? kiçik Böyük tersiya. böyük tersiya üstəgəl kiçik tersiya. Aha, oxuyaq. Lədən böyük tersiya hara düşəcək? Tersiya neçə pillədir? Tersiya 3 pillə. Ay, sağ ol. Sayaq lədən hara düşür? La, si, do. Do, əhsən. İndi böyük tersiya neçə ton olmalıdır? 2 ton. 2 ton, afərin. Gəl indi sayaq. Soldan la'ya neçə tondur? 1 ton, yarım. 1 ton, düzdür. Tələsmə. Soldan la'ya nə qədərdir? 1 ton. Si'dən, üzürlü bil. La'dan si'yə 1 tondur. Si'dən də do'ya. Yox, si do özü nə qədərdir? Tondur, yarım tondur. Bura bax. Yarım, ay, sağ ol. 1 üstəgəl yarım nə qədər elədi? 1 yarım. 1 yarım. İndi nə qədər çatmır ki 2 ton olsun? Yarım. Ay, sağ ol. Yarım tonu necə edəcəyik? Diyezə çıxacaq. Ay, sağ ol. Adı nə olacaq bunun? Nə diyezi? Hansını tapmışdıq? La, si, do diyez olacaq. Ay, sağ ol. La'dan do diyez. Böyük tersiya. İndi böyük tersiyadan da tapdığımız bu do diyezdən də kiçik tersiya quraq. Kiçik tersiya hara düşəcək do diyezdən? Yenə 3 pillə sayaq. Diyezi ataq. Do'dan sayaq 3 pillə. Ağ dillərdən. Ay, sağ ol, miyə. İndi baxaq. Do diyezdən re'yə neçə tondur? 1 ton, yarım. Yarım ton üstəgəl re'dən də miyə. 1 ton. Ay, sağ ol. Oldu cəmi 1 ton. 1 ton yarım. Afərin. Bu da kiçik tersiya oldu. Düzdür? Kiçik tersiya 1 ton yarımdır. Böyük tersiya 2 tondur. Düzdürmü? İndi oxuyaq. La, do, diyez, mi. Afərin. Əhsən, bir də oxu. La, ucadan. La, do, diyez, mi. Afərin, burada oxu. La, do, diyez, mi. Böyük 3 səsli, əhsən. Major 3 səslisi. İndi oxuyaq kiçiyini. Kiçiyi nə olacaq? Bu böyük tersiya idisə kiçiyi nə olacaq? La, mi. Yox, la. Tersiya hara düşəcək yenə də? Neçə pillədir tersiyamız? 3. Ay, sağ hara düşəcək? Re. Yox, la. Si, do, do. Hə. La, si neçə tondur? 1 ton. Üstəgəl, nə qədərdir la? 1 ton. Üstəgəl si'dən do'ya. 1 ton yarım. Yox, 2 ton. Yox, si, do özü nə qədərdir? 1 ton. Bura bax, diqqətli ol. Si, do. Yaxına çək partan. Yarım ton. 1 üstəgəl yarım nə qədər elədi? 1 yarım. 1 yarım. Ay, sağ ol. Oxuyuruq indi. La, do. İndi do'dan da böyük tersiya qurmalıyıq. O da hara düşür? Miyə. Ay, sağ ol. Miyə, düzdür. Oxuyaq. La, do,
Bir də oxuyaq. La, do, diyez, mi major 3 səslisi kiçiyi. La, do, mi minor 3 səslisi. İndi quraq, bir də oxuyaq. La, do, diyez, mi kiçiyi. La, do, mi bir də böyüyü. La, do, diyez, mi major 3 səslisi, bir də kiçiyi. La, do, mi həm də adı minor 3 səslisi, düzdür? Bir də oxuyaq. La, do, diyez. təmiz. La, do, diyez, mi. Təmiz. La, do, diyez. Do, diyez. Aha. La, do, diyez. Yox. Do, diyez, təmiz major götürək. Böyük, La, do, diyez, diyez. mi major 3 səslisi. İndi La, do, Do. la, do, mi. bir də La, do, mi. minor 3 səslisi, bir də la, do, diyez, mi major 3 səslisi. La, do, mi minor 3 səslisi. İndi oxuyuruq. Major sekst akkordu. Quruluşu nədir? Kiçik. Aha. Kiçik Tersiya üstə gəl. Böyük tersiya. Yox, böyük tersiya deyil. Kiçik tersiya üstə Gəl. gəl. Xalis. Lis kvarta. Ay sağ ol. Oxuyaq. Oxuyaq. La'da. Kiçik tersiya hara düşəcək? Bayaq qurmuşdum. Hara düşür? La, do. Ay sağ ol. Do'dan da kvarta. Neçə pillədir kvarta? Do. Ay sağ ol. Tez say hara düşür? Fa'ya. Afərin. Oxuyaq indi. La, la, do, fa major sekst akkordu, bir də kiçik tersiya xalis kvarta, düzdür? Major sekst akkordu. Yəni böyük sekst akkord. La, do, fa. Buradan oxuyaq. La, do, fa. Əhsən. İndi oxuyaq major minor kvart sekst akkord. Minor sekst akkordunu. Minor sekst akkordunun quruluşu nədir? Kiçik sekst akkordunun quruluşu nədir? Kiçik tersiya üstə gəl. Yox, kiçik sekst akkordda əksinə olur. Hə, Böyük tersiya üstə gəl, kiçik tersiya. xalis kvarta. Aha, oxuyaq. Kiçik tersiyamız, böyük tersiyamız hara düşəcək la'dan? La, do kiçik tersiya idisə, böyüyü hara düşəcək? Yarım tonda artırırıq, olur. Do diyez. Ay, sağ ol, oxuyaq. La, do, diyez. Əgər do'dan fa'ya düşmüşdüsə xalis kvarta, do diyezdən hara düşəcək? Do diyezdən. Nə veririksə o alınır. Diyezlə verdik. Do'dan fa idisə, do diyezdən də olacaq. Mi. Niyə? Fa. Fa nə? Fa diyez. Ay, sağ ol, fa diyez. Nə veririksə onunla da alınır. Sadəcə ağ dillərdən pillələri sayırıq, düzdür? Oxuyaq. La, do, diyez, fa, diyez. Xalislərdə, kvarta və kvintalarda fa və si səsləri istisna haldır. Qalan bütün səslərdən alterasiyasız səs versək, yəni diyezsiz, bemolsuz, bekarsız, dubl diyezsiz, bemolsuz səs versək, elə də səs alacağıq, düzdür? Ağ dillər versək, ağ. Yəni diyezlə versək, diyezlə alacağıq. Do diyez verdik, fa verdik, do verdik, fa aldıq. Do diyez verəndə fa diyez alırıq, düzdür? Do dubl diyez versəydik, alardıq. Fa, dubl diyez. Yox, nə veririk, onu alırıq. Do bemol versək nə alacağıq? Do bemol. Yox, do bemoldan kvarta nə alacaq? Do'dan fa idi. Do bemoldan hara düşəcək? Fa. Bemola. Bemoldan verdim axı. Bəs do dubl bemoldan hara düşəcək? Do'dan fa'ya idisə, do dubl bemoldan Fa. dubl bemola düşəcək. Axı bu dubl bemoldan da birinci səs. Hansı səs işarə ilə veririksə o alınır. Xalislərdə. Aydındır? Sadəcə fa və si səsləri xalis kvarta kvintalarda istisna haldır. Onda artıq fa'ya si, fa'dan si'dən quranda mütləq ton saymalıyıq. Qalanlarında ehtiyac yoxdur ton saymağa. Aydındır? Aha. Oxuyaq indi fa do'dan əvvəl böyük sekst akkordu.
La, do, fa oxuduq bayaq indi. Hə? Və kiçik seks akordu. Onu da qurdu. La, do, diyez, fa, diyez. Əhsən, bir də. La, do, fa, major seks akordu. La, do, diyez, fa, diyez. Minor seks akordu bir də. La, do, fa, major seks akordu. La, do, diyez, fa, diyez. Minor seks akordu. Bir də la, do, fa. Bəzən soruşurlar ki, müəllimə, niyə major seks akordudur, amma əvvəli kiçik tersədir? Bax, major üç səslisinin quruluşu nə idi? Məsələn, do majorda do'dan götürsək, do, mi, sol. Böyük tersi üstə gəl kiçik tersi idi, düzdür? Biz o böyük tersə, do'nu atırıq, do'nu ki atırıq axıra, bizə nə qalır? Kiçik tersə qalır, düzdür? Seks akordun, major seks akordunun əvvəli nə olur? Kiçik tersə. Elə bil ki, böyük tersə üstə gəl kiçik tersə deyil, bizə qalır kiçik tersə. O həmin o birinci do'nu atırıq axıra, orada da yaranır kiçik tersə üstə gəl xalis kvarta yaranır, düzdür? Sol ilə do arasında. Bu do'nu axıra atanda bir oktava belə yaranır, düzdür? Ona görə major üç səslisinin əvvəli böyük tersə, sonra kiçik tersə olduğundan dönəndə bu do keçir axıra, nə qaldı? Bizə qaldı mi, sol. Do, mi birinci hissəsi elə bil yoxdur. Mi, sol var. İkinci hissəsi. Ona görə seks akordların əvvəli kiçik tersə ilə başlayır. Böyük seks akordun əvvəli kiçik tersədir. Və yaxud da do, mi, bemol, sol olsa, minor üç səslisinin quruluşu nədir? Əvvəli kiçik tersə, sonra üstə gəl böyük tersədir. Düzdür? Bu əvvəlindəki bu kiçik tersə, bu do keçir bir oktava axıra. Kiçik tersə elə bil əvvəlindəki kiçik tersə ixtisara düşdü. Biz başlayırıq böyük tersədən, düzdür? Ona görə minor seks akordunun əvvəli nədir? Böyük tersə üstə gəl xalis kvarta. Aydındır? Böyükdə kiçik, kiçikdə böyükdə seks akordlarda, yalnız seks akordlarda belədir. Aydındır? Və sonra kvart seks akord olanda sol, do, mi. Həmin o do, mi gəlir nə? Do, mi, solun do, mi əvvəli idi, düzdür? Solda axırı. Hə, sol, do, mi olanda həmin axırı da böyük tersə əmələ gəlir. Minorda da sol, do, mi, bemol axırına da yenə gəlir kiçik tersə düşür. Ona görə major üç səslərinin əvvəli böyük tersə, böyük üç səslinin əvvəli böyük tersə üstə gəl kiçik tersədir, kiçik üç səslinin əvvəli kiçik tersə üstə gəl böyük tersədir. Major kvart seks akordunun əvvəli xalis kvart üstə gəl böyük tersədir, minor kvart seks akordunun əvvəli xalis kvart üstə gəl kiçik tersədir. Düzdür? Gəlincə seks akordlara əksinə olur. Necə olur? Major böyük seks akordun əvvəli kiçik tersə üstə gəl xalis kvart olur. Kiçik seks akordun əvvəli böyük tersə üstə gəl xalis kvart olur. Aydındır? İndi bir də oxuyaq major seks akordunu. La, do, fa, major seks akordu. İndi minor. La, do, diyez, fa, diyez. Major seks, minor seks akordu, düzdür? Bir də buradan oxu. La, do, fa. Aha. Major seks akordu. La, do, diyez, fa, diyez. Minor kvart seks akordu. Major seks akordu, minor seks akordu. İndi gəl keçək kvart seks akordlara. Kvart seks akordun adından göründüyü kimi əvvəli nə olur? Xalis kvart olur. İndi la'dan xalis kvartamız hara düşəcək? La, si, do, re. La, re. Ay sağ ol. La'dan re'yə düşəcək. Xalis kvartamız düşür. La'dan re'yə. İndi bəs la'dan re'yə düşürsə, re'dən tapdığımız re səsindən də böyük kvart seks akord qurmaq üçün xalis kvartanın üstünə nə gəlməliyik? Böyük tersi. Əhsən, re'dən də böyük tersə. Re, fa kiçik tersədir. Ton yarımdır. Fa diyez olsun. Ay sağ ol, fa diyez. Oxuyaq. La, re, fa diyez. Böyük kvart seks akord. İndi kiçik. La. Yenə əvvəl xalis kvartadır. La, re. Bu dəfə kiçik tersi. Fa, əhsən.
Kiçik kvarts sekst akord. Aydındır. Bir də oxuyaq. La, re, fa, diyez. Böyük kvarts sekst akord de. La, re, fa. Kiçik kvarts sekst akord. Buradan oxu. La, re. Oxu. La, re, fa, diyez. Böyük kvarts sekst akord. La, re. Oxu. La, kvarts sekst akord. Aysal. Bir də oxuyaq indi ardıcıl. Böyük üç səsli, yəni major üç səslisi. La, do, diyez, mi. İndi kiçiyi. La, do, mi. İndi major sekst akordu. La, do, fa. Minor sekst akordu. La, do, diyez, fa, diyez. Major kvarts sekst akordu. La, re, fa, diyez. Minor. La, re, fa. Aha, bir də oxuyaq. La, do, diyez, mi. La, do, mi. Major sekst akordu. La, do, fa. Minor. La, do, diyez, fa, diyez. Major kvarts sekst akordu. La, re, fa, diyez, minor. La, re, fa. Aha. Minor kvarts sekst akordu. Düzdürmü? İndi gəl la səsindən aşağı quraq bunların hamısını. La'dan hara düşəcək? La'dan major üç səslisinin quruluşu nə idi? Majorumuzun major üç səslisinin, böyük üç səslinin quruluşu nə idi? Böyük tersiya. İşte gəl. Kiçik tersiya. Ay sağ ol. Aşağı quranda əksinə olacaq. Əvvəl nə gəl? Əhsən. Əhsən. İndi La'dan kiçik tersiya quraq. Neçə pillə? Aha, neçə pillə saymalıyıq tersiya? Ay sağ, hara düşür La'dan? La, sol, fa. Ay sağ ol. Adı fa-la olacaq. İndi gəl tonlarına tapaq. Nə olur olsun adı fa-la. Fa diyez, fa bemol, fa dubl diyez, fa dubl bemol. Fa özü, amma adı fa-la olacaqdır. Düzdürmü? Əsas tonlar. Və əsas pilləsinin sayıdır. Əsas kəmiyyətidir. Yəni kəmiyyət say deməkdir, pilləsinin sayı. Sonra gəlir tonları, keyfiyyəti. Aydındır? İndi la'dan aşağı sayaq görək. La, sol. Neçə ton oldu? Yarım ton. Diqqətli ol. Bir ton. Bir ton. La'dan, soldan da aşağı fa'ya neçə ton oldu? Yarım. Yox. O da O da bir ton. bir ton. Toplayanda iki ton oldu. La'dan fa'ya 2 ton. Bu hansı tersiyadır? Böyük tersiya. Bizə lazımdır indi kiçik tersiya. Aha. Gəl kiçildək bu fa'nı yaxınlaşdıraq la'ya tərəf aparaq. Onu diyezə. Bəli, sağa doğru gedəndə olur diyez, sola doğru getsəydi uzaqlaşdırmış olardıq. La'dan uzaqlaşdırmış olardıq. Olardı bemol. Ay sağ ol. Demək fa'nı, bu fa'nı la'ya doğru yaxınlaşdırmaq üçün diyez etməliyik, düzdürmü? Oldu la, fa diyez. Afərin. Bir ton üstə gəl yarım ton, ton yarım. Düzdür? İndi oxuyaq. La, fa diyez. İndi tapdığımız bu fa diyezdən də böyük tersiya götürməliyik. Fa'dan diyezi atırıq, ağ dillərdən sayırıq. Fa'dan 3 pillə aşağı hara düşəcək? Fa, re, fa, düzdür. mi. Re, əhsən. Ürəkli ol. Fa'dan düşür re'yə, düzdür. İndi fa diyezdir də, bizim səsimiz fa diyezdir. Düzdür, fa diyezdən tonlarını saymalıyıq. Fa diyezdən mi'yə neçə tondur? Yarım. Yox, bax fa diyezdən mi'yə bir dil qalır aralarında, bax. Bir ton. Fa diyezdən fa'ya yarım ton, fa'dan da mi'yə bəli yarım ton. Bax 1, 2 dənə yarım. 2 dənə yarım birləşəndə nə verir? Bir bütöv, düzdür? 1 ton verir. Ay sağ ol, bir bütöv verir. Fa diyezdən mi'yə 1 ton, mi'dən də re'yə neçə ton oldu? Mi'dən də re'yə 1 ton. Yarım. 1 ton. Mi, re nə qədərdir bax? Neçə tondur? Mi'dən re'yə. Bir dil qalıb arada, demək 1 tondur, düzdür? Məsələn, bu mi'dən 1, 2 dənə yarım saydıq, düzdür? Buradan bura yarım, buradan da bura yarım. 2 dənə yarım nə qədər eləyir?
1 ton. Düzdür? 2 yarım alma, 1 bütöv alma edir 1 ton. Demək, fa diyezdən də re-yə düşdü. Düzdür? Fa diyezdən miyə 1 ton, üstə gəl midən də re-yə 1 ton. Düzdür? Oldu 2 ton. Elə böyük tersə. La fa diyez kiçik tersəmiz, fa diyezdən də re böyük tersə. Düzdür? İndi gəl oxuyaq. La aşağı böyük 3 səsli. La fa diyez re majör 3 səslisi de. Fa diyez re majör 3 səslisi, bir də la fa diyez re majör 3 səslisi. İndi minor 3 səslisi quraq. Minor 3 səslisinin, yəni kiçik 3 səslinin quruluşu nədir? Əvvəli nə idi? Kiçik 3 səslinin əvvəli nə idi? Yox, kiçik 3 səslinin əvvəli nədir? Kiçik adından göründüyü kimi əvvəli kiçik tersə üstə gəl böyük tersə idisə, aşağı quranda nə edirik? Əksinə Böyük tersə üstə gəl. Ay sağ ol. Əvvəl böyük tersəmizi tapaq la-dan aşağı. Yenə tersə neçə pillədir? La, re. Neçə pillədir tersə? Tersə, prima, sekundu tersə, 3 pillə. 3 pillədir. Sayaq la-dan 3 pillə. Ara düşür. La, sol, re. Yox. Ardıcıl. La, sol, mi. yox. Soldan sonra nə gəlir? Fa. La-dan hara düşür tersə? La, fa. Fa-ya. İndi gəl tonlarını sayaq. La-dan sola neçə tondur? 1 ton. Ay sağ. Soldan da fa-ya? 1 ton. Ay sağ. Demək la-dan fa-ya oldu mu böyük 2 ton böyük tersəmiz? Əhsən. İndi tapdığımız fa səsindən də kiçik tersəmizi quraq. Ara düşəcək tersə neçə pillədir? Tersə 3 pillə. Sayaq fa, Fa, mi, re. Ay sağ ol. Adı re ilə olacaq. İndi qaldı tonlarını saymaq. Kiçik tersə neçə ton olmalıdır? 1 ton yarım. Düzdür? Bu böyük tersə 2 ton idi. Bu 1 ton yarımdır. İndi fa-dan miyə neçə tondur? Ən yaxın qonşudularmı bunlar? yarım. Yarım tondur. Ay sağ ol. Ən yaxın qonşudular. Bütün klavişlərin bir-biri ilə arası yarım tondur. Düzdür? Fa-dan da miyə ən yaxın qonşulardır. Bundan yaxın bir-birinə klaviş yoxdur. Düzdür? Fa, mi, yarım ton. Üstə gəl midən də re-yə neçə tondur? Bunlar ən yaxındır. Xeyr. Arada bir ev qalır. Düzdür? Demək 1 tondur. Ay sağ ol. İndi fa-dan da re-yə bu yarım ton, üstə gəl bu da 1 ton. Fa, mi, yarım ton, üstə gəl mi, re, 1 ton. Toplayanda nə qədər eləyir? 3 ton. Yox. Yox. 1 üstə gəl yarım. Nə qədər elədi? 1 yarım. 1 ton yarım. Düzdür? Fa-dan re-yə oldu. Hansı tersəmiz? Kiçik tersəmiz. İndi la-dan fa-ya böyük tersə, fa-dan da re-yə kiçik tersə. Oxuyaq. La, fa, re, minor 3 səslisi. Düzdür? Kiçik 3 səsli. Bir də böyüyünü oxuyaq. La, oxu. Re majör 3 səslisi, bir də la fa diyez re böyük 3 səsli. Ay sağ ol, başqa adı böyük 3 səsli. İndi kiçiyini oxuyaq. La fa re kiçik 3 səsli, başqa adı la fa re minor 3 səslisi. Düzdürmü? Bir də oxuyaq. La fa diyez re. Oxu, yaxşı oxu, şax otur. La fa diyez re. Böyük 3 səslə, əhsən. La fa re. Minor 3 səslisi, kiçik 3 səsli, əhsən. Bir də la fa diyez re majör 3 səslisi. La fa re minor 3 səsli. La fa diyez re böyük 3 səsli. La fa re kiçik 3 səsli. İndi majör sekst akkordunu quraq. Majör sekst akkordunun quruluşu necə idi? Xalis. Əvvəli yox, sekst akkord. Əvvəlcə yuxarı deyək. Yuxarı nə idi əvvəlcə? Quruluşunda nə gəlir? Böyük sekst akkordun B6 yazırıq ha, ixtisarlı. Əvvəl üstə gəl, xalis, kvarta. Aha, aşağı quranda əksinə.
nə götürməliyik? Xalis kvart Üstə gəl. kiçik tersiya. Əhsən. İndi la-dan aşağı xalis kvarta hara düşəcək? Kvarta neçə pillədir? Əhsən, 4 pillədir. La, sol, fa, mi. Afərin. İndi la-dan fa'ya xalis kvartamızı qurduq. İndi tapdığımız mi səsindən kiçik tersiyamızı quraq. mi, Tersiya neçədir? 3. Sayaq mi'dən hara düşür? Mi, do, do'ya. Mi, re, do. Əhsən. İndi görək mi'dən do'ya neçə tondur? Mi, re oldu. 1 ton, 1 ton. Re, do oldu. yarım, 1 ton, O da 1 ton. Bir üstə gəl bir eləyir 2 ton. Amma bizə kiçik tersiyada 1 ton yarım lazımdır. Yarım tonu çıxaq. onda diyez olacaq, Əhsən, nə diyez yox, adını deyək. do diyez, Əhsən, do diyez olacaq. O do miyə doğru yaxınlaşır olur nə? Do diyez olur. Afərin. Do yaxınlaşır miyə doğru olur do diyez. Düzdürmü? Yaxşı. İndi bir də baxaq görək. Do yaxınlaşdı oldu. Do diyez oldu nə? Kiçik tersiya. La-dan tapmışdıq mi'ni xalis kvartamız, mi'dən də kiçik tersiyamız oldu do diyez. Oxuyaq. Major seks akkordumuzu la-dan aşağı. La, aha. La, mi, do diyez. Major seks akkordu bir də. La, mi, do diyez. Major seks akkordu deyək ki, yaxşı yadımızda qalsın, anlaya bilək ki, nə oxuyuruq. Beynimizdə yadda saxlamağa çatsın. Həm səslənməsini, həm quruluşunu, adını. La, mi, do diyez. Major seks akkordu bir də. La, oxu. La, mi, do diyez. Böyük seks akkord. İndi kiçiyini, onun da quruluşunu. Aha. la, mi, Mi, do, afərin do. Xalis kvarta üstə gəl böyük tersi. Düzdür, kiçiyi. Əhsən, oxuyaq. La, mi, tapdığımız mi'dən də do böyük tersi aşağı xalis. La-dan mi'yə xalis kvarta, mi'dən də aşağı böyük tersi. Oxuyaq. La, mi, do, minor seks akkordu. Düzdür? La, mi, do, kiçik seks akkord. İndi oxuyaq, oxu. Böyüyü, sonra kiçik. La, mi, ucadan oxu. La, mi, do diyez. Major seks akkordu. Salam, çox sağ ol. Sən necəsən? Var, əlbəttə gəlir. Sağ olun, salamat olun. Hər dərs gəlir, açır, baxır, gedir. Oxuyaq. La, mi, do diyez. Major seks akkordu. Aha. La, mi, do. Minor seks akkordu bir də. La, mi, do diyez. Major seks akkordu. La, mi, do. Minor seks akkordu bir də ucadan oxu. La, mi, do diyez. major seks akkord, Bir də la, mi, do diyez böyük seks akkord. La, mi, do, kiçik minor seks akkordu və yaxud da kiçik seks akkord. Bir də la, mi, do. Sənə zəng gəlir. Götür. Aha. Demək, la-dan indi bir də oxuyaq la-dan major seks akkordunu. La, mi, do diyez. Major seks akkordu kiçiyi. La, mi, do. Minor seks akkordu, kiçik seks akkordu. Bir də la, mi, do diyez. Major seks akkordu, böyük seks akkord. La, mi, do. Minor seks akkordu, kiçik seks akkord. Aha, indi la-dan quraq aşağı böyük kvart seks akkord. Kvart seks akkord adından göründüyü kimi əvvəli nədir? Xalis kvarta, üstə gəl böyük kvart seks akkordda. böyük tersiya, Üstə gəl böyük tersiya. Xalis kvarta, üstə gəl böyük tersiya. İndi aşağı qaydanda birinci nə gələcək?
La. Bax, xalis kvarta, sonra böyük tersə gəlir. Böyük tersə. Əhsən. Aşağı quranda əvvəl böyük tersə gələcək, sonra xalis kvarta. Oxuyaq indi. La-dan böyük tersə quraq, hara düşəcək? La, sol. Yox, la neçə tondur? Neçə pillədir? 3 pillədir. Hara düşür la-dan tersiyamız? La, sol, fa. Ay, sağ ol. 3 pillə faya düşdü. Düzdür? İndi tonlarını sayaq. Böyük tersə neçə ton olmalıdır? Böyük tersə 2 ton. 2 ton. İndi oxuyaq la-dan. La-dan baxaq görək solə neçə tondur? La, sol. Nə qədər oldu? 1 ton. 1 ton sol fa. 1 ton. Aha, toplayanda oldu 2 ton. Demək elə böyük tersadır, düzdür? La-dan faya. İndi fa-dan da kvarta. Kvarta neçə pillədir? Kvarta 4. Ay, sağ ol. Hara düşəcək? Re, fa, mi, re, do. Ay, sağ ol. Fa, mi, re, do. 4 pillə. Fa-dan da doya düşür. İndi oxuyaq. La, fa. Tapdığımız fa-dan da kvarta qurduq, oldu do. Düzdür? Böyük tersə üstə gəl xalis kvarta. Böyük tersə xalis kvarta. Düzdür? Oxuyaq. La, fa, do. Major kvart sexta akordu. Düzdürmü? Bir də la, fa, do. Başqa adı böyük kvart sexta akord. İndi kiçiyini quraq. Yuxarı quranda nə qururuq? Kiçik kvart sexta akordun əvvəli nədir? Xalis. Kvarta üstə gəl kiçik tersiyadır. Əhsən. Aşağı qayıdarkən nə edirik? Əvvəl nə gələcək? Kiçik tersiya üstə gəl, sonra xalis kvarta. İndi gəl la-dan aşağı kiçik tersiyamızı quraq. Hara düşəcək? Faya. Faya böyük tersiyadır, düzdür? Fa diyezə. Əhsən, fa diyezə kiçik tersiyadır. İndi oxuyaq. La, fa diyez. Fadan hara düşmüşdü kvarta? Doya. Doya. Bəs fa diyezdən hara düşəcək? Do diyezə. Əhsən. Oxuyaq. La, fa diyez, do diyez. Kiçik kvart sexta akord, düzdür? Bir də la. Oxu. La, ucadan. La, fa diyez, do diyez. Kiçik, yox, major yox, minor. Minor kvart sexta akordu, düzdür? Bir də la, fa diyez, do diyez. Kiçik kvart sexta akord. Ya kiçik kvart sexta akord ya minor kvart sexta akord. Bir də la, fa diyez, do diyez. Kiçik kvart sexta akord. La, fa diyez, do diyez, minor kvart sexta akordu. Bir də major oxuyaq. La, fa, do, major kvart sexta akordu. La, fa diyez, do diyez, minor kvart sexta akordu. Bir də la, fa, do, major kvart sexta akordu. La, fa diyez, do diyez, minor kvart sexta akordu. La, fa, do, böyük kvart sexta akordu. La, fa diyez, do diyez, kiçik kvart sexta akordu. İndi la-dan aşağı hamısının bütün qurduqlarımızı ardıcıl oxuyaq. La, fa diyez, re, major 3 səslisi oxu. La, fa diyez, re. Ucadan oxu həvəslə. La, fa diyez, re, major 3 səslisi. La, fa diyez, re, başqa adı böyük 3 səsli. La, fa, re, minor 3 səslisi. La, fa, re, başqa adı kiçik 3 səsli. La, mi, do, diyez, major sexta akordu, böyük sexta akord. La, mi, do, kiçik sexta akord, minor sexta akordu. La, fa, do, major kvart sexta akordu, böyük kvart sexta. La, fa diyez, do diyez, minor kvart sexta akordu, başqa adı kiçik kvart sexta akordu. Əhsən. İndi ardıcıl oxuyaq. Gəl. La, fa diyez, re, la, fa, re. 3 səslər. Major sexta akordlar, kvart sexta akordlar. Amma növbə ilə. Major, sonra minor. Major 3 səslisi, minor 3 səslisi. Major sexta akordu, minor sexta akordu. Major kvart sexta akordu, minor kvart sexta akordu. Oxuyaq ardıcıl. La, fa diyez, re, la, fa, re, la, mi, do diyez, la, mi, do, la, fa, do, la, fa diyez, do diyez. Əhsən.
indi yuxarı oxuyaq, yuxarı aşağı sürətlə. Elə yenə də üç səslər, major sonra minor. Oxuyaq. La, la. Oxuyaq yuxarıdan. Gəl. La. Buradan yaxşı oxu. La, do, diez, mi. Gəl. La, do, diez, mi. Major üç səslər. La, do, mi. La, do, fa. Major seks akordu. La, do, diez, fa, diez, minor seks akordu. La, re, fa, diez, major kvart seks akordu. La, re, fa. Minor kvart seks akordu düzdür. Bir də la, do, diez, mi. La, do, mi. La, do, fa. La, do, diez, fa, diez. Təmiz. La, re, fa, diez. La, re, fa. İndi la'dan aşağı sürətlə. La, təmiz. La, fa, diez, re. La, fa, re. Bir də la, üç səslər. Major sonra minor. La, fa, diez, re. La, fa, re. Minor üç səslisi. La, mi, do, diez, major seks akord. La, mi, do, minor seks akord. La, fa, do, major kvart seks akordu. La, fa, diez, do, diez, minor kvart seks akordu. Aydındır? Bir də oxuyaq. La, do, diez, mi, la, do, mi, la, do, fa, la, do, diez, fa, diez, la, re, fa, diez, la, re, fa, la'dan aşağı. La, fa, diez, re, la, fa, re, la, mi, do, diez, la, mi, do, la, fa, do, la, fa, diez, do, diez. Aydındır? Və çalmadan təmiz oxumağa bacarmaq. Məsələn, la, do, diez, mi, la, do, mi, la, do, fa, la, do, diez, fa, diez, la, re, fa, diez, la, re, fa. La'dan aşağı. La, fa, diez, re, la, fa, re, la, mi, do, diez, la, mi, do, la, fa, do, la, fa, diez, do, diez. Aydındır? Oxuyaq, bir də oxu. La, gəl, yuxarı. La, do, diez, mi. Oxu. La, do, diez, mi. La, do, mi. La, do, fa. La, do, diez, fa, diez. La, re, fa, diez. La, re, fa. Aşağı. La, fa, diez, re. La, fa, re. La, mi, do, diez. La, mi, do. La, fa, do. La, fa, diez, do, diez. Bax, qaydaları da sürətlə bilmək, intervalları da cəld qurmaq, akordu bütövlükdə cəld qura bilmək, həm də təmiz oxuya bilmək üçün bax bu tempdə təhvil vermək lazımdır. Hamısı bir yerdə komplekt şəkildə. Yaxşımı? Bu la'dan oldu bizim nə? Böyük kiçik üç səslərimiz, sekst akordlarımız və kvart sekst akordlarımız.